10-cu Krallıq. Anthony, necə dəhşətli biabırçılıqdır. Bir bax, Wendell üçün rüsvayçılıqdır. Tac qoyma mərasimi ləğv edilir. Sən isə güzgünü almaq üçün 5000 hardan tapacağını fikirləşirsən. Bizim nə qədər pulumuz var? 30 dənə qızıl, Wendell. 30 qızıl pulu sabah səhərə qədər 5000-ə necə çevirək? Verin onları mənə. Bir fikrim var. Ümid edirəm ki, bu tac qoyma mərasiminin keçirilməsinə kömək eləyəcək. İnanın mənə, bu ən parlaq fikirlərimdəndir. Gedək, bura gəlin. Əvvəlki fikirlərimi axırı heç də yaxşı qutarmırdı. Hər şey yaxşıdır. Hər birimizdə 10 qızıl pul var və üçümüzdən birimiz səhərə qədər çoxlu pul qazanmalıyıq. Götürün. Çox sağ ol. Bu isə şahzadənindir. Yox, ona deyil ki, istəmirəm. Bu təhqirdir. Onun xoşuna gəlir. Bizə elə çox da pul lazım deyil. Bəxti gətirən oyuncu id. Udur, yarıya bölünür. Ondan biraz əvvəl xəbər tutmuşuq. Düşmək istəmir. Yaxın gəlməyin, yoxsa tullanaram. Hə, tullanaram. Sənin üçün pis olar. Planlarını alt-üst eləyərəm. Səni bu hala salan nədir belə? İnsan olmaq istəmirəm. Tələb eləyirəm ki, mənə əvvəlki vəziyyətimə qaytarasan. Nə üçün? Özümün necə cəzalandırım? İt vəziyyətim üçün darıxmışam. Qaytar mənə əvvəlki kimi xoşbəxt küçük elə. Xahiş eləyirəm. Xahiş eləyirəm. Yaxşı. Öz fikrini dedin. İndi isə imkan ver, mən də öz fikrimi deyim. Burada başqa sahib yoxdur. Bir sahibə varsa, o da mənəm. Bunu yadından çıxarma, küçük. İndi isə at sürmək dərsidir. Ortaya pul qoyun. Bağışlayın, miss. Qoyulmuş bir qızıl Wendell puluna nə qədər uduş düşür? Jackpot'a qoya bilərsiniz. Dovşan Roger bir dənəyə 10 min uduşdu. Əla. Burada ancaq bir dəfə udublar. Yox, bu oyun mənim üçündür. Mən 20-yə qaldırıram. Nə olsun? 20-yə. Mən 50-yə qədər qaldırıram. Pulunuzu qoyun. Pulunuzu qoyun. Canavar Jackpot udacaq. Virginia onu daha çox sevəcək. Ancaq canavar udsa, Virginia güzgün əldə eləyəcək və evlərinə qayıdacaq. Lənət olsun. 160. Bəxtiniz gətirmədisə. Çox sağ ol. Bir dənə də daş ver. Açırıq. Sən də. Yombul cənab çörəkçi var. Bax və ağla. Mənim ailəm belədir. İtlər atları sevmir. Şahzadələr isə sevir. Çıxın. Tez olun, əyləşin. Bax belə, ehtiyatla. Həyecanlanmayın. İndi isə getdik. Getdik, bax belə, tez olun. At əmriniz olmadan getməyəcək. Vurun onu. Kömək eləyin, kömək eləyin. Atı saxlayın. Əla həzrət, şahzadə qaçdı.
İşlər istədiyim kimi getmir. Heç nə alınmır. Dahi yana planım baş tutmadı. Yanıma gel. Yanıma gel. Senin için her şey aydınlaşar. Əla həzrət. Kömək edin. Cinlər kralı əmrimə qulaq asmır. İt hələ də tapılmayıb. Şahzadə qaçıb. Xahiş eləyirəm. Kömək eləyin. Cinlər kralını öldürür. Necə? O çox güclüdür. Böyük ordusu var. Mən Ağcətərini necə öldürmüşdüm? Artıq sınanılmış üsullar hamısından yaxşıdır. Mary Piplərin meyvə bağları 9-cu krallığın ən yaxşı alma şərabı. Ana! 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 Nə olub? Bax! Nədir? Orada adam var. Nə adam? Aman tanrım! Bugün kral həzrətidir. Uduzmaq üçün sevinməyi heç vaxt görməmişdim. Siz nə vaxtsa sevmişsiniz? Ancaq bir dəfə qəhrəmanı, o da evli çıxdı. Təəssüf. Oh, ilahi! Siz Dovşan Jack'ın jackpotunu udmuşsunuz. Lənət olsun. Təbrik eləyirəm, sər. 10.000 qızıl pul kasaya keçib uduşunuzu ala bilərsiniz. Çox sıxı salmayın. Mən uduzdum. İşlərin necədir? Başa düşürsən, mən... Sənin işlərin necədir? Dedim, axı hamısını uduzdum. Hə, doğrudur. Mən də. Gəl təmiz havaya çıxaq. Necə də gözəl eyvandır və hər şey tərdir. Mən evimizə heç vaxt gedə bilməyəcəm. Həyatımın qalan hissəsini burada qalası olacaq. Dəhşətdir. Yəni burada qalmağa məcburum. Virginia, artıq sənə qarşı olan hisslərimi gizlədə bilmirəm. İndicə elə bil nə isə baş verdi. Mənimlə də. Elə indi nə? Nə? Yəni bunlar olduğumuz şəhərdəndir. Biz sehirli şəhərdəyik. Ancaq od olmayan yerdən tüstü çıxmaz. Ateşfəşanlıq doldurulmuş tüfəngdən alınır. Yəqin bu taledir. Hə, yəqin ki elədir. Deyəsən, qismətim səninlə bir yerdə olmaqdır. Hə, əlbəttə. Haqlısan. Görəsən, atamın işləri necədir? Hə, cənab, artıq qəssab tam yığılıb. Afərin ata.
Hə, mən 600 udmuşam. 600. Azdır. Bununla çoxlu pul udmaq mümkün deyil. Böyük məbləğdə pul qoymaq lazımdır. Orada necə oynayırlar? Fərqi yoxdur. Kart oyunundan qorxmuram. Las Vegas yadındadır. Hə, sonra maşını satmalı oldu. Yox, bu ona qədər olmuşdu. Yenə də bu daşdan gətir. Bağışlayın, ser. Utduğunuz pulları niyə gəlib aparmırsınız? Sakit, yaxşı, yaxşı. Lənət olsun. Deyirlər ki, pul xoşbəxtlik gətirmir, amma çoxlu sevinç gətirir. Mən də onu demək istəyərdim. 10.000 qızıl Vendel pulu. Yoxlayacaqsınız, ser? Yox, çox sağ olun. Afərin, afərin. Sakit, sakit. Bəsdir, əl çaldız. Canavar, mənimlə danış. O qayətdə. Bilirəm ki, buradasan. Niyə ancaq səni görə bilirəm? Dostlarını görmürəm. Kimdir onları qoruyan? Mən heç də bilmirəm. Deyəsən qız səni yaman əlində saxlayıb. Çox təəssüf. Onu öldürsəydin, dediyim kimi problemimiz olmazdı. Çıx get, rədd ol. Oyun artıq oynanılıb. Sənsə həmin oyunun bir hissəsisən. Həmişə belə olub. Yox, sənə qulaq asmayacağım. Heç vaxt. Taleyini bilirəm. Bir sual verəcəksən və cavab almamış öləcəksən. Kimsən? Neyniyim? Bəs indi neyniyim? Onu itirsəm də gərək pullarımı ona verim. Bu yaxşı hərəkət olar. Hə, o evə qaydar. Kraliçə isə artıq ona heç nə elə bilməyəcək. Ancaq o çıxıb getsə, sən ölərsən, onsuz həyatın heç nədir. Əlbəttə ki, yox, belə fikirləşmirəm. Onun getməyini görə niyə qanımı qaraltmalıyam ki, ona evlənmək təklif elə. Pulunu bir hissəsini güzgü almaq üçün ona ver, qalanını isə toyun hazırlığına xərclə. Yaxşı fikirdir. Bununla sən ona seçim verirsən. Eviniz və ya mən. Çox sağ ol, təşəkkür lazım deyil. Cüd. Pul qoyuluşu 500 Vendel qızıl puluna qədər qaldırılır. Mənim üçün çoxdur. Hələlik. Qayıda bilərsən, ancaq pulla. Deyin, bu şəhərin ən yaxşı restoranıdır. Bilirsiniz indi saat neçədir? Yox, mən sifariş eləmək istəyirəm. Bütün restoranı toy üçün bağlatmaq istəyirəm. İstəyirəm elə bu dəqiqə işə başlayasınız. Sifariş verəcəyim yeməkləri çox diqqətlə hazırlamalısınız. Mənə romantik yemək lazımdır. Sevdiyim qızın bütün hisslərini oyatsın və eləcə də onu stula yapışdırsın. Ona həyatını dəyişdirəcək yeməklər hazırlatmaq istəyirəm. Ən gözəl və hamda bir hazırlanan yeməklər. Mən 9-cu krallığın ən dahi aşpazıyam. Adamlar hər yerdən yeməklərimi dadmağa gəlirlər. İstədiyim qız başqa aləmdəndir. Ona görə səhvə yol verməyin. Nə? 12 yemək? Çoxdur. Əgər sizdə canavar iştahası varsa, nə qədər qonağınız var? Ancaq ikimiz. İkiniz? Elə bilirdim 20 deyəcəksiniz. İkiniz üçün çox olacaq. Doğrudur. Şorbanı siyahıdan çıxarın. Mən onu tapdım. Oranı tanıyıram. 30 mil buradan uzaqdadır. Şəkil aydınlaşır. İndi isə Cinlər kralını tap. O bizimlə danışmaq istəmir. Ona da ki, uşaqları ölüb. Ölüblər? Ölüblər? Mənimlə görüşməsən öləcəklər. Sən şeytan nəslindənsən. Meri Piplərin alma bağında görüşərik. Tək gəl, özü də silahsız. Yoxsa onları ölmüş bil.
Cüt. Mənim hələ çox pulum qalıb. Onları da güzgün almaq üçün Virginiyaya verərəm. Lənət olsun. Axmaq. Ən başlıcasını yaddan çıxarmışam. Bağışlayın, sizdən almaq istərdim. Bir dəqiqə, səhərki vəzifəmi izah etməliyəm. Çox tələsirəm. Bağışlayın, səhər, sizi çox saxlamayacam. Yaxşı. Gözəl saatlardır. Bəli, sər. Nə lazımdır? Mənim pulum var. Bugün gözəl səhərdir. Nə istəyirsiniz? Mənə nişan üzüyü lazımdır. Özdə sadə olmasın. Biz sadə üzüklər satmırıq, sər. Mənə nişanlınızdan danışın. O kök qızdır? Yox, təravətli, ancaq arıqdır və qətti qamətlidir. Gözəldir, yoxsa yox? Çox gözəldir. Məni təhqir edirsiniz. Əlbəttə yox, sər. Sadəcə sizin leydi üçün üzük tapmağa çalışıram. Bəzi üzüklər onu çox heyrətləndirə bilər. Heç bir üzük Virginiyamın gözəlliyini əlindən ala bilməz. Hə, sər, necə romantikdir. Yəqin milyona dəyən qızlardandır. 10 milyonluq, 100 milyonluq. Onda sizə adi qızıl və brilyant üzüklər göstərib təhqir eləməyin. Qızıl brilyant? Hətta krallığın cırtdanları tərəfindən əldə düzəlmişlər də. Cırtdanlar? Yaxşısı budur ki, bunlara baxaq. Məni seç. Məni? Yox, yox. Məni seç. Məni. Yox, məni. Qabiliyyətsiz olmaq istəmirəm, sər. Ancaq bunlar çox bahadır. Bu mənim üçün problem deyil. Onda mənim müştərimsiz, sər. Ancaq onlar elə yaraşıqlıdırlar. Yox, sər. Mən sizə çox nadir bir üzüyü göstərmək istəyirəm. Sevgilinin parmağında olması çox xəyalıyım. Oxuyan üzükdür, sər. Lənət olsun. Oxuyan üzük. Onu alaram. Onu sevgilinizin barmağına taxandan sonra rədd cavabı almayacaqsınız. Əminsiz? Belə bir üzük heç vaxt rədd cavabı almayıb. Heç vaxt həyati zamanət verirəm. Alıram. Onu sizə çox ucuz qiymətə 7000 qızıl vendala verərəm. 7000? 7000? 7000. Bu sizin üçün problemdir, sir. Başqa adi üzüklərim də var. Yox. Elə onu alıram. Yenə oynayırsınız, əzizim. 4000 udmuşuq, bəsimizdir, dur gedək. Əminsən, 4000 bəsimizdir. Birdən bəs olmadı. Bir dənə də. Yox, dayan, neynirsən? Bütün gecəni oynamısan, güclə dayanmısan. Yox. Tamam, xoşbəxtlik üçün bir dəfə də udacam. Sevgilinin parmağında sən gülü tam oxuyacağım. Bu həyatımda ən xoşbəxt günlərimdən olacaq. Onun parmağında özümü yaxşı hiss edəcəm. Sürprizimi körləyə bilərsən, sakit ol. Onun parmağında həmişə təravətli nəşən olacağım. Nə dedin? İlahi. Yəqin ki, Tony'nin bəxti gətirib.
hardaydın? Belə, gəzməyə çıxmışdım. İşləriniz necədir? Gül. Bağışla əzizim, bu dəfə bəxtin gətirmədi. Nə olar ki, mənə uğur gətirdiyin üçün sazişimizi əməl edəcəm. Yəqin şirniyyatları puldan çox xoşlayırsan, küçük. Şahzadə. Hökümdarlar belə oyunlarda ayrı seçkilik sala bilməzlər. Nadir güzgün almağa getmirik. Gedirik. Keçirik 7 növrəliyə. Zoluşqa dövrünün əvvəlki günlərinə dair sirli güzgü, təxminən magik gücə malikdir. Bu qeyri-adi əşyanın başlanğıc qiyməti neçə olsun? 100, 200, təcili yardım buraxın. Bağışlayın, üzr istəyirəm. Onu pula görə öldürürlər. Keçin, bu ölü mələkdir. Evlərinizə gedin, onun qanadları artıq tərpənmir. Axırıncı təklif 3800 qızıl vendaldır. Kim ondan çox pul verər? 3801, 3802, 5000. 5000? Hə. 5000-dən artıq pul verən var? 5001, 5002, 10.000. İlahi, bu odur. Onda 10.000 hardandır? 10.000-dən çox pul verən var. Satıldı. Əlində qəlyanı olan o canaba. Adınız nədir, sir? Canab ovçu. Hesablaşaq. Mələyin kələyi ondadır. Pulları hardan götürdüyünü başa düşdün. Niyə yanmışıq? Gedək. Növbəti əsərə keçirik. Cinlərin gözəl heykəli. Bura ancaq alıcılar girə bilər. 22 karat qızıl, donmuş qəzəb adlı əsər. Əla həzrət, bura niyə tez gəlmişik? Kraliçə ilə görüşümüzün vaxtında hələ var. Sus! O gələndə ancaq məni görməlidir. Özü də silahsız, aydındır? Əla həzrət, niyə sümüyü gəmirirsiniz? Bizim gözəl yeməklərimiz var. Bu çox dadlıdır. Əgər Əla həzrətin xətrinə dəyməsəydi, öz alma şərabımıza adınızı verərdik. İlahi, elə bil nağıldayıq. Əvvəl şahzadə təşrif buyurdu, indi isə... Susun, xahiş eləyirəm. Deyəsən, çox mehriban ailəniz var. Şahzadə sizə nə danışıb? O bizə hər şeyi danışıb. Qıt olduğunu, onunla sonra nə baş verdiyini. Əzizim, bu heç düzgün cavab deyil. Mən təkəm və silahsızam. Mən də Xahişini yerinə yetirdim. Uşaqlarım hardadır? düzünü desəm bilmirəm. Bu, səni bura çağırmaq üçün bəhanə idi. Onda səni öldürəcəm. Mənim dahiyana planımı bilmək istəmirsən? Onsuz da planlarının hamısını bilirəm.
Yalançı şahzadəni taxta otuzdurmaq və 4-cü krallığa hökmdarlıq eləmək. Elə bilirsən ki, 7 il türmədə çürümüşəm ki, 9 krallığın hamısına deyil, yalnız birinə hökmdarlıq eləyim? Bundan mənə nə? Bilirəm nədən danışırsan. Bəsdir sən eşitdim. Cinlər, çıxın. Bunu gözləmirdin. Doğrudur. Adamların bir saatdır ki gizləniblər. Qabaq görəndiyinə heyranam. Ancaq 2 saat əvvəl gəlsəydin, onda almaların necə zəhərlədiyini görərdin. Zəhər tam bir elmdir. Deyəsən, onun təsir etmə müddətini düz hesablamışam. Bilirsən, təlxək, belə bir atalar sözü var. Orduya mədə başçılıq edir. Məni döyəcəksən? Yox, səni evə aparıram. Əla. Bu səhər yeməyidir. Yox, sən ki cinlərin başını sevmirsən. Getdik. Qəribədir. Elə bili yoxa çıxdı. Anthony, planında indi nə var? İçmək. Barmen, bir şüşə pivə, bir də dondurma ver. Bizdə ancaq kokteyl olur, ser. Birinci kupidonun al yanağı. Tilsimli gecə və yaxud uzun asta olsun. Salam uşaqlar. Virginia'nı görən olub. 2 dəqiqədən sonra düşəcək. Anthony, canavara axşam qızınla bir yerdə qalmağa icazə vermə. Niyə? Necə yəni niyə? Harada olduğumuzu yadına sal. Bütün krallıqların sevgi paytaxtı. Bu gəzinti onu tamamilə məhv eləyəcək. Acından ölürəm. Bütün günü qaçmışam. İndi bütün bir at ilxısını yiyərəm. Bilirsən? Səninlə söhbət eləmək istəyirəm. Nə barədə, Tony? Bilirsən məni narahat eləyən nədir? Saçların? Hə, onlar tökülməyə başlayır. Yox, saçlar deyil, qızımdır. Qızın? Hə, bilmək istəyirəm ona qarşı fikrin ciddidir, yoxsa yox. Yox. Yox, yalan demək istəmirəm, ancaq mən hələ tərəddüd eləyirəm. Hətta onlar çox uzun və xoşbəxt yaşadılar deməyə vaxtın qalmayacaq. O artıq qızını yatağa uzadacaq. Virginia çox hissiyatlı və qəlbi yaralı qızdır. Virginia, salam. Bugün elə gözəlsən ki, hazırsan? Bilirsən, canavar, mən Nə? içeri gitmək istəmirəm. Yox, yox, niyə? Artıq hər şeyi hazırlamışam. Axı yemək istəmirəm. Yox, bu axşamı hazırlamaqdan ötürü çox çətinliklərdən keçdim. Qulaq as. Yaxşı. 1-2 saatlik gedə bilərik. Narahat olma, Tony. Qızın təhlükəsiz yerdədir. Öz qızınla vidalaşa bilərsən, Tony. Yeryüzünün en xoşbəxt adamısan. Bilirəm. Çünki əlində oxuyan üzüyü tutmusan. Bax, sürprizimiz alınmayacaq. Kiminlə danışırsan? Heç kimlə. Restoranın sürücüsünə deyirəm ki, bizi bir qədər romantik aparsın. Bu musiqi hardandır? Xoşuna gəlir? Onu sənin üçün qoşmuşam. Toy vaxtı adlanır.
Gözəl biznesin var idi. Çox gənc idi. Onda inkişafa başladım. Sonra isə böhran əmələ gəldi və hər şeyi itirdim. Biznesi, arvadımı, özümə hörməti. Bütün 10-cu krallıqda bəxti gətirməyən Tony Lewis'in şərəfinə. Anthony, mənim uğursuzluqlarım səninkindən çoxdur. Bu mənim üçün bir imtihan idi və imtihanı da verə bilmədim. Bəsdir, günah ki səndə deyil. İtə hər adam çevrilə bilər. Anthony, mən hər şeyi unutmağa başlayıram. Məsələn, valideynlərimin adı, həyatımdakı hadisələri, elə bil ki, kimsə mənim yaddaşımı uğurlamağa çalışır. Sizə məktub var, sir. İti də götür, gəl mərkəzi meydana tirə bağla. Əgər 15 dəqiqə ərzində bunu eləməsən, güzgünü sındıracağam. Bunu kim gətirdi? Onu nökər verdi. Ovçudur. Burada olmağımızı hardan bilir? Və indi neynəyir? Bütün 9-cu krallıqda sən ən gözəl qızsan. Mərc eləyərəm ki, bu sözləri bütün rəfiqələrinə demisən. Sən birinci rəfiqəm. Nə? Necə yəni birinci? Ola bilməz. Hə? Canavarlar həyatlarında bir dəfə evlənirlər. Bəs səndə necə? Mən birinciyəm. Yox. İlahi, mənim o qədər dostum olub ki. Ancaq ciddi heç nə olmayıb. Mən adamlara çox gec alışıram. Əgər məni tutan olmasa, buna əmin olmasam, heç vaxt tullanmaram. Mən səni tutaram. Saxlaya bilməsəm, onda oturaram yatağımın yanında. Sənə qulluq eləyərəm. Necə də gözəldir. Bilirsən? Yox, bunu eləyə bilməyəcəm. Birdən o bizi oxla vursa necə? Biz dəliyə düşə bilərik. Qulaq dayan. O səni meydanda bağladığımı görməlidir. Nə olsun? Deməli, ona bütün bir xülasə lazımdır. Ona görə də o bizi güdəcək. Hər hansı bir hündürlükdən? Hə, hardan ola bilər? O qüllədən. Doğrudur. O oradadır, yəqin ki, güzgü də yanındadır. Yuxarı baxma. Özünü elə göstər ki, güya müqavimət göstərirsən. Tez ol. İlahi. Nə gözəl axşamdır. Çox sağ ol. Çox sağ olun. Yəqin bütün bunlara çox pul xərcləmisən. Sənin üçün hədiyyəm var. Xüsusi hədiyyə. Yeryüzünde hamıdan güzel sensin. Çünkü bu toy teklifin hamısından yaxşıdır. Əsası gününü bəlk eləmə. Qaçsam, onda məni bilməyəcək. Hara qaçacaqsan? Bir də səni bir daha görə bilmədim. Onda necə? Görərsən. Yaxşı, uğurlar əlahəzrət. Bəs bunların hesabını necə ödəmisən? Nə?
Bunların hesabını necə ödəmisən? Heç. Hə, dünən Dovşan Jack'ın jackpotunu udmuşam. Dünən? Hə, Axı dedin ki, uduzmusan. doğrudan. Ancaq elə deyil. Nəsə udmuşam. Axı dedin ki, hamısını uduzmusan. Bax gör sənə nə almışam. Hələ cürət eləyib məni sevdiyini də deyirsən. Sən yalancısan. Mənə nə oldu? Heç də görmürəm. Yox. Çox pul udmuşdun. Düzünü deyim ki, yadımda deyil. Nə qədər? Deyəsən 10 minə yaxın. 10 min? 10 min. Biz düzgün ala bilmədik. Ancaq sən hamısını yeməyə xərcləmisən. Yox, yeməyə deyil. Sənin üçün xərcləmişəm. Biz evimizə qayıda bilərdik. İndi bəlkə evimizdəydik. Başa düşürsən? Biz burada yadıq. Mən evimizə qayıtmaq istəyirəm. Yox, evə getməyəcəksən. Bu hələ harasıdır? O qədər şey təşkil eləmişəm ki, geriyə qandolu ilə qayıdacaq. Sonra ateş faşanlığı olacaq. Sən məni düşünmürsən, ancaq özünü fikirləşirsən. Yox, yox, bu doğru deyil. Sənə nifrət eləyirəm. Virginia, xahiş eləyirəm, getmə Virginia. Virginia. Şəhərə qayıdın. Şahzadə qayıtdı. Hurra! Şahzadə qayıtdı. İndi hamı xoşbəxt yaşayacaq. Kral xəbərlərinin vacib nömrəsini alın. Necə də axmağam. Onun mənim kimi heyvanı sevəcəyinə ümid bəsləyirdim. Onlara getdi. Hər şey necə də pis alındı. O gəlir. Şahzadə Vendal. Ola bilməz. Bu yalandır. Mənəm Şahzadə Vendal. Cənablar, böhrana son qoyuldu. Krallıqda artıq təhlükə sovuşdu. O qayıtdı. Tac qoyma mərasimi olacaq. O səni sevmədi. O səni seçmədi.
öldürürsən, səni xəbərdar eləmişdim. Mənsiz heç nəsən. Yanıma qayıdacaqsan. Elə indi yanıma gələ bilərsən. Hə. Eybi yox, hər şey bundan pis ola bilərdi. Sən neynədin? Bu bizim evə qayıtmaqdan ötürü yeganə vasitəmiz idi. Ancaq mən... Anthony, vaxtı deyil. Deyəsən, o səndən narazıdır. Gərək dama çıxmayaydın. Hə, indi işlərimiz doğrudan da pisləşdi. Dayan, ehtiyatlı ol. Əllərini kəzərsən. Baxın, o güzgünü sındırdı. Hə, sındırdı. O sehirli güzgünü sındırdı. Onun getdiyi tamamilə bəxti gətirməyəcək. Ey, bəstirin, yəqin ki, bu axmaq şeylərə inanmırsınız. Görürsünüz? Əgər inanmırsansa, onda əzab da çəkmirsən. Nə oldu? Necə böyükdür. Bu necə baş verdi? Bizim şəhərdən rədd olub gedin. Bəxtinin gətirməməsi bizə lazım deyil. Şəhərdən rədd olun. Yaxşı, yaxşı. Heç nə alınmayacaq. Çərçivə yoxdur. Şüşələri sınıb, qayıtmaq lazımdır. Arxasında nə yazılıb? Dayan, şüşələri qarışdırma. Bir saatdır ki, onları yığırıq. Neynirsən? Bax. Deyəsən sirli açardır. Dağ mədənləri uğrunda müharibə üçün qırmızı adam. Bəlkə hansısa vuruşub təcəssüm eləyir. Yox, bu açar deyil. Hazırlayanın mühürüdür. Bax, müharibə üçün hazırlanır. Dağ mədənləri. Dağ mədənlərində? Yox, bu endir. Dağlar müharibə üçün hazırlanıb. Müharibə üçün, ancaq bu əcdaya oxşayır. Yəni əcdaha. Yox, burada yəqin əcdaha yazılıb. Əcdaha dağındakı cırtdanlar tərəfinə hazırlanıb. Dəqiqdir, bax. İlahi, əcdaha dağı. Bilirsən bu hardadır? Hə, ancaq o bilir hardadır. Onda gedək. Hələlik heç nə baş verməyib. Ancaq ora çox uzaqdır. Nə olsun, fermaya gedib biraz yemək götürərik. Bu qızıl deyil. Qızıldır. Bu saxta qızıldır. Mən onu ucuz almışam. Bu yer üzündə ən eybəcər əşyadır. Çox qəribə səs gəlir. Lənətə gəlmiş mələklər. Ayaqlarım rezin kimidir. Yəqin orada heç kim yoxdur. Yox, mən nəsə eşitdim. Gəl arxa qapını yoxlayaq.
Yox, deyəm. İlahi, onlar qayıdıblar. Lənət olsun, onlardır. Öldürün onları. Əla həzrət, qayıtmağınızı təbrik edirəm. Sizin üçün Helen narahat idi. Şükürlər olsun, qayıtdı, ser. O qədər ediləsi işləriniz var. Lord Rupert tac qoyma mərasiminiz üçün hədiyyələr almağa gedib. Müşahidəçiniz deyəsən təzədir. Tanımadım. Otağıma keçmək istəyirəm. Əlbəttə, Əla həzrət, yəqin çox yorulmusunuz. Yox, mən islatmaq istəyirəm. Tezi yoxsa ayaqlarımı batıracam. Hə, sizə yemək gətirək? Hə, hansı yeməyi xoşlayıram? Kakao və pendirli buterbrod, ser. Nə? Bu sevimli yeməyinizdir. Yaxşı, yanında bir məcmeyi təzə sümüklər olsun. Çəkil, atları özümüz yeri beyir eləyərik. Bir dəfə balaca küçük olanda Əjdaha dağında olmuşam. Balaca oğlan demək istəyirdim. Cırtdanların krallığına gedən yol hardasa yüksək dağlarda idi. Orada eləcə də mağara yerləşir. Deyəsən, yadıma sala bilmirəm. Hər şeyi unutmuşam. Getdikcə həqiqətən də itə çevrilirəm. Əjdaha dağı, keçid buraxılışladır. Qorxulu Əjdahadır. Buraxılış nə cür olacaq? Bilmirəm. Bəlkə lap yüksəkdədir. Gedək. Yada sala bilmirəm. İndi görəsən əjdaha var, yoxsa yox? Yox, yox. Dəhşətdir. Orada nəysə mühüm şey vardı. Gördün? Boyun qayışları bir yerdə qırıldı. Milyonda bir dəfə olan hadisədir. Hə? Bəlkə onu pis bağlamışdın. Yox, möhkəm bağlamışdım. Sadəcə bəxtim gətirməyib. Hə, mənim bəxtim gətirib ki, bura səninlə birlikdə gəlmişəm. Bir söz deyim. Əgər ürəyində nəsə yığılıbsa, söylə boşalsın. Hislənməkdənsə o yaxşı olar. Mən hirslənmirəm. Ah, bu qadınlar. O dama çıxmağa səni nə vadar elədi? Özü də bizim yeganə ümidimiz güzgüylə birlikdə. Deməli, bu güzgüyə görədir. Bütün həyatım boyu səndən müğayət olmalıyam. 5 dəqiqə tək qoya bilmirəm. Məndən müğayət olmaq? Bəs 20 il səni kim böyüdü? Həftənin 6 gününü işləyirdim. Hərdən sənə nifrət eləyirəm. Bu bizə kömək eləməyəcək. Nə qədər istəsən, hisslənə bilərsən. Yaxşı. Bura öz yerimizdən daha yaxşıdır. Görürəm. Özüm geyinmişəm. Kömək olmadan. Necədir? Hey! Cavab verin. Orada kim var? Bura gəlin. Kraliçə buradadır. Əla həzrət, biz qayıtdıq. Heç nə olmadı. Əvvəlkindən də qəzəbliyik.
Sizi görməyimə çox təəccüblənirəm. Əlahəzrət, atamızla görüşməkdən ötürü güzgüdən istifadə eləmək olar. Yəqin bizim üçün çox narahatdır. Deməli, o dəhşətli xəbəri eşitməmisiniz? Bizi qızıla döndərdikləri üçün heç nə işlə bilməmişik. Atanızı öldürüblər. Kim? Bunu kim eləyib? Qız, onu zəhərləyib. Andı çünki onu izləyəcəksiniz. And içirik. Yolundan niyə döndün? O aşağı gedir. Bizə isə dağlara qalxmaq lazımdır. Bu heç yola da bənzəmir. Harasa aparan heyvan çığırıdır. Şahzadə, hansımı saxlayıq? Anthony, onu bilirəm ki, bu qaydaların əksi nədir. Məni qucağına götürə bilməzdin. Mən haqlıyam, yol buradandır. Gediniz yolunuzla. Mən isə burayla gedirəm. Əla, get. Yolda əjdahalara yem olsan, günah səndə olacaq. Mən bu yolla getməyəcəm. Yaxşı. Bu doğru yol deyil. Yox, bu sadəcə qərarı düz verməməkdir. Sən mənimlə getdin? Yəqin başa düşürsən ki, haqlıyam. Görürsən özünü mənimlə necə aparır? Çox dərsdir. Düzgün yolu seçdiyimə görə mənimlə getdin? Yox. Yox. Səninlə ona görə getdim ki, Virginia dediyimi başa düşmür. O məni də başa düşmür. Deyəsən, bu dəfə atam düz deyirmiş. İlahi. Nə vaxtdan arılar dağlardakı sıldırım dərələrdə yuva qururlar. Əlimdə sağ yer yoxdur. Bu dəhşətdir. Tony, qorxuram deyəsən, şuurumu itirirəm. Yox, hər şey qaydasındadır. Gəl oturub dincələk. Yox, xahiş edirəm. Sən məni tumarlamağa, əzizləməyə söz verirsən? Hə. Bax belə, yaxşı. Yox, Tony, bu baş verdi. Mən itə çevrilməyə başladım. Bu həqiqətdir. Elə yorulmuşam. Dəhşət yorulmuşam. Yatmaq istəyirəm. İstərdim mən də it olum. Məni də əzizləsinlər, yedizdirsinlər. Heç nə üçün narahat olmayım. Əsl həyat olardı. Salam. Birinci gəlmişsən? Hə, biraz olar ki, gəlmişik. Doğrudan? Hə, 1 saat olar. Yarışa çıxdığımızı bilmirdim. Mən isə yolun olduğunu bilmirdim. Burada pəncə izləri var. Onlar ora aparır. Atam. Ölü. Bəsdir. Bəlkə də bu yaxşılığa doğrudur. Bizi daha heç kim danlamayacaq. Hə, uğursuz hərəkət etdikdə heç kimdən qorxmayacaq. Hə, kaftardan qurtarmağımızın şərəfinə. Hə, qoy getsin lənəti gəlmiş mələklərin yanına, yox da yanın. Belə demək olmaz. O axı bizim atamız idi. Bizə ovçuluq öyrətmişdi. Hə, birinci silahı o bizə verib. Qurban huşunu itirmədən ona cəza verməyi bizə o öyrədib. Bədbəxt olduq.
Eybi yox. O ifrit əlimizə keçsə başını kəsərik. Qal. Bax gör harda oturmusan. Hə? Burada İvan Nikbin dəfn olunub. Yəni bu adamlar əjdaha ilə görüşüb, ya əjdaha onlarla görüşüb? Sadəcə qədimi qəbirlərdir. Əjdahaların mövcudluğu yalandır. Bu divanəlikdir. Biraz da yuxarı qalxmaq lazımdır. Gecəni burada keçirəsi olacaq. Nə? Qəbristanlıqda? Dayan. Sən ciddi deyirsən? Dəli olmusan? Yuxarıya həmin yolla gəlmək yaxşı fikir deyildi. Bağışla məni. Canavar üçün darıxırsan. Mənə elə gəlir ki, axırım gəlib. Çünki 7 il bəxtsizliyə çətin dözə bilim. Ancaq istəyirəm biləsən ki, səninlə fəxr eləyirəm. Sənsiz bu cür uzağa gələ bilməzdik. Soyuqdur. Qucaqla məni. Böyük sümük, böyük sümük. Şahzadə, bu sümüyü hardan tapmısan? Böyük sümük, nəhəng. Həqiqətən də böyükdür. Beləsini heç vaxt görməmişəm, onu hardan tapmısan? Ardımcı gəlin. Bu əjdahadır. O daha od püskürmür. Ancaq bu nəyisə qoruyur. Bu girişdir. Dayan şahzadə. Yaxşı. Cırtdanların mədəni. Burada güzgülər hazırlanır. Mən dibi görmürəm. Buradan heç vaxt biz çıxa bilməyəcəyik. Deyəsən bu yeganə yoldur. Yox, ola bilməz. Yaxşı, ardımca gəl. Əgər cırtdanlar bu enişdən istifadə ediblərsə, deməli təhlükəsizdir. Bu yol hara aparır? Orada yəqin ki, taban alçaqdır. Virginia, birdən bu eniş olmaz. Bəlkə bu yolla əjdahaya yemək göndərirlər. İlahi. Tanrım. Tez ol ata. Gördün, alındı. Aferin. Əla. Dikkat dikkat. Dostlar, bugün dahi gündür. Artık biz yeni güzgünün yaranmasının şahidi olduk. Heç kim hələ ki 500 il ərzində həqiqət güzgüsünü yaratmağa nail olmamışdı.
Şahzadə Vendal'ın tac koyma mərasiminə olan hədiyyəmizdir. Görürsən, şahzadə sənin üçündür. Bizim güzgü mədənlərimizə girən adamları hansı cəza gözlədiyini bilirsiniz? Böyük cərimə. Ölüm. Bu dağlar bizimdir. Biz günahkar deyilik. 4-cü krallığa qayıtmaq istərdik. Yad əraziyə girdiyimizi bilməmişik. Bu bəraət deyil. Siz qanunsuz olaraq 9-cu krallığa soxulmusunuz. Kim bizim sirlərimizi öyrənsə cəzalanmalıdır. Sirlərinizi, onlar bizi maraqlandırmır. Bizə köməyiniz lazımdır. Hə, artıq bir seyirli güzgü ilə pis hadisə baş verib. Bu sənsən. Deməli bu sənsən. Nə elədiyini bilirsən? Sən dahi səyahət güzgülərindən birini sındırmısan. Ancaq biz... Sayanın, dediniz ki səyahət güzgülərindən biri... Deməli, başqaları da var. Siz qalan ikisini də sındırmaq istəyirsiniz? Yox, onlar bizə lazımdır. Onları hardan tapa bilərik? Siz buradan ancaq ölüm tapa bilərsiniz. Onları aparıb köhnə şaxtaya atın. Yox, dayanın, baxın. Gözləyin. Həqiqət güzgüsünə baxın. Bu ki şahzadə Vendal'dır. Bütün insan tayfasının ən görkəmli qadının nəvəsidir. Tamamilə doğrudur, bu odur. Mən isə onun yeganə tərcüməçisiyəm. O nə sehirdir belə? Siz kimsiz? Sirli səyyahlar? Şahzadə Vendal'ın əvvəlki simasını qaytarmaq üçün gizli tapşırıq yerinə yetiririk. Mən çox mühüm şəxsəm. Belə bir hadisənin olacağı iradəli şahzadənin qabağımızda 4 ayaqlı dayanması möcüzədir. Doğrudan da möcüzədir. Hə, həmin gün gəldi. Lənət olsun. Artıq 100-cü dəfədir ki, bu axmaq başım harası deyir. Ehtiyatla. Cırtdanlara nifrət eləyirəm. Qarşılaşdığım birinci cırtdanı o dünyalıq eləyəcəm. Birdən onlar cinləri görüb içirisi kimi üstümüzə cumarlar və tikə eləyərlər. Susun, biz cinik, yoxsa adi siçan. Cinik. Cinlərsə heç kimdən qorxmurlar. Cırtdanlar bu mağaralarda minillərdir ki qazırlar. Qədimdə bizim çox itkilərimiz olub. Çünki mağaralarda əjdahalar yaşayırdı. Mağarada civə var. Məlum olduğu kimi erkək əjdahalar civə hərisidir. Bu çox sürətli civədir. Adi civələr sehirli güzgülər üçün çox ləngdir. Çox vaxt sehirli güzgü hazırlamaq müvəffəqiyyətsizliklə qutarırdı. Ancaq hərdən cırtdanların böyük ustalığı ilə siz bəxtsizliyə düçar olmamısınız ki? Sılmış güzgünün əvəzinə biz yeni seyirli güzgü axtarırıq. Həmin hadisədə bizim günahımız yoxdur. Səyahət güzgüsü. Arxivdə belə qədim məlumatının olmasını şübhə eləyirəm. Hə, belə də bilirdim. Ancaq bir şansımız qalır. Bəlkə Gustav nəsə bilir. Axı, o da güzgüdür. Gustav, qonağım var. Bəlkə danışın, o yaxşı eşitmir. Gustav, bir söz soruşmaq istəyirik. Sualımız var. Səyahət güzgüləri barədə. Eğer sualı mənə şeirlə desəz, onda hər sualınıza cavab verərəm. Bütün qədimi güzgülər şeirlə danışmağı xoşlayıblar. Hə, əlbəttə. O biri güzgüləri toplasaydıq, çox şad olardıq. Növbəti ədəbsizliklərimizi başa çatdırardıq. Ədəbsizlik? Yer üzərində 3 belə güzgü olur. Onlar çox baha qiymətə alınır. Əla. Bəs qalanları hardadır? Güzgülər sınıblar, bəlkə bilirsiniz. Qalanları hardadır, bəlkə söyləyəsiniz. Birinci güzgünü sındır. Bir axmaqdır. Adı Anthony'dir. Tanıdığınız adamdır. Düzdür, hə. İkinci güzgülərindədir. Təsvir çoxdan. Alıq qulaqı lojasında yatmışdır çoxdan. Lojada. Balıq qulağında. Dənizin dibində? Hə, məlum olub ki, güzgünün biri şimali dənizdə batıb. Bu yəqin odur.
Bize lazım olan gözden gizlenmiştir. Kraliçe bizden oğlayıp onu gizletmiştir. Kraliçe, bu bizə lazım olandı. Anthony, təsadüfən bir parça çörəyin yoxmu? Yox, yoxundur. Bizə əlbəttə çox kömək etdiniz. Kraliçanı tapmaqda kömək eləyərsiniz. O hem yakındadır hem de uzakta. Sahibi olmadığı evdedir indi. Hemen güzel qəsri tutmaq istəyir. Kraliçe Ağcafer'in şöhretini almaq istəyir. O şahzadə Vendal'ın qəsrindədir. Belə də bilirdim. Yox, ola bilməz. Katiller. Güzgülerimi sındırdınız. Güzgü katilleri de idam eləyin. Öldürün. Tez olun. Heyecan signalını verin. Bu nədir? Biz aradan çıxmalıyıq. Necə? Gəl buradan düşək. Mən də gəlirəm. Virginia. Hər şey yaxşıdır. Yox, yaxşı deyil. Bilmirəm buna nə qədər dözə biləcəyəm. Ehtiyatlı olmaq lazımdır. Günah məndə deyil. Bəxtim gətirmir. Yəni məni bundan pis şeylər gözləyir. Ata! Ata! Sən sağsan? Dəhşətli hadisə baş verdi. Deyəsən haramsa sınıb, tərpənə bilmirəm. Mən kömək eləyərəm. Yox. Deyəsən kürəyim sınıb. Eybi yox. Biz çıxarıq. Qayıtmaq üçün başqa yol taparıq. Həmin yolu getmərik. Burada ölmək istəmirəm. Sən ölməyəcəksən. Buradan birlikdə gedəcəyik. Tərpənə bilmirəm. Mən yolu tapım, sonra dalınca gələrəm. Şahzadə təmiz havanı duyar. Yeraltı yol çoxdur. Geri yolu tapa bilməyəcəksən. Çıxışı tapıb qayıdacağam ki, səni götürüm. Söz verirəm. Yola çörək qırıntıları səpərəm ki, səni tapa bilim. Qulaq. Çalış, özün yol tap. Çıx get. Mən qayıdacağam. Onlara özünü həsr etmiş 7 nəfərdən arvadı olduğu yaxşı adamla bu buzun altında
Ağca pərini qucaqlamış, ən sevimli adamlardan biri uzanmış. Virginia. Hello, Virginia. Salam Virginia. You look tired. Deyəsən yorğunsan. Sən ölüsən? Well, yeah. Hə, belə də I think demək you'd have to olar. say so. Ancaq I'm more into the fairy yaxşı godmother mələk occasional obrazında appearance çıxa sort of bilərəm. thing now. But I Hələ still have dünyaya influence over öz things. təsirimi göstərə And I've been bilərəm. protecting you in other ways. Mən özümə məxsusluqla sənin obrazını kraliçanın güzgülərindən gizlədirəm. But soon, Virginia, Ancaq tezliklə hər şeyi özün görüb təəccüblənəcəksən. Başa düşmürəm. Bu sənsən. Nəvəm barədə nə fikirləşirsən? Xoşuma gəlir. Hə, it libasında olmaq onun xeyrinədir. Ancaq şüurunu itirir. Ona görə də hökmdarlığı öz əlinə götürməli, onun krallığını xilas etməlisən. Məncə düz I seçməmisiniz. have the right person. Yox, seçimimdə səhv ola bilməz. Səni çoxdan gözləyirdim, Virginia. You see, my mother was a Anam queen. kraliçə idi. And every Hər day gün she'd sit by pəncərənin the yanında window oturub, sewing, nəysə staring at the tikə-tikə, golden show. yağan qara baxaraq xəyala Have a dalırdı baby ki, girl. qızını necə dünyaya And one gətirəcək. day, she Bir pricked gün her barmağına finger on the iynə needle, batdı and onto və the qarın snow üstünə fell 3 3 damcı drops of qan blood. düşdü. And she knew Başa then düşdü ki, mənə that she həyat would die giving verəndə birth to me. özü öləcək. My father was sad Atam for çox a very long kədərləndi. time. But he Ancaq remarried sonra eventually ikinci dəfə to evləndi. Lonely. Tənhalığa And my new dözmədi. mother brought no Analığımın possessions bizim happiness. qəsrə gətirdikləri yeganə cehizi onun sehirli güzgüləri idi. Hər gün yataq otağına girib soyunardı və özünə tamaşa eləyərək deyərdi. Güzgü, güzgü, de görək, yer üzündə ən gözəl kimdir? Güzgü də deyərdi. My lady. Xanımım, yer üzünün gözəli sənsən. And this would satisfy Bu her. onu She sakit knew the eləyərdi nurse would və bilirdi ki, güzgü ancaq özünü deyir. But I was Bu growing vaxt older. ərzində mən By the time böyüdüm. I was 7, 7 yaşına çatanda mən də sənin kimi And gözəl one day idim. when the Və queen bir gün asked kraliçə the mirror, güzgüdən the mirror soruşanda replied, güzgü belə cavab My lady verir. queen is fair to Xanımım, see. əlbəttə ki, Snow sən White gözəlsən, is fair as ancaq God. Ağca pəri səndən də gözəldir. And my stepmother called her Analığım huntsman ovçunu and said, çağırdı, "Take this əmr child into elədi. the forest, I Qızı am sick meşəyə of the aparıb sight of her." öldür. Ondan nifrət eləyirəm. Təsəvvürünə gətirirsən, Virginia. Biləndə ki, analığım məni öldürmək istəyir. Həmin an məni necə dəhşət bürümüşdü. Ovçu bıçağını qaldıranda, məni vurmaq istəyəndə onun ayaqlarına düşüb yalvardım. Xahiş eləyirəm, mənə rəhminiz gəlsin. O bıçağı aşağı saldı. Mən isə dəhşət içində qaranlığa qaçdım. Gücdən düşənə qədər qaçdım və həmin dəqiqə qabağımda balaca evcik peyda oldu. Meşədə tapdığım ev? Hə, içəri girəndə orada hər şey mənə balaca göründü. Stolun üstündə 7 boş qab, yuxarıda isə bir-birinin ardınca düzülmüş yataq gördüm. Elə yorulmuşdum ki, ölü kimi yatdım. Ayılanda pilləkənli adamların qalxdığını gördüm. Onlarda mədən işıqları vardı. Onlar işıq saçan kimi titrəyirdi. Qorxumdan tərpənə bilmirdim. Ancaq məni görəndə dedilər, necə də gözəl balaca qızdır. Bir də dedilər, əgər evi təmiz saxlasam, bişirmək, yumaq, tikmək, toxumaqla məşğul olsam, onlarda qala bilərəm. Və heç nə üçün məətəl qalmayacam. Analığım barədə onlara danışmışdım. Onlar qorxdular. Məndən xahiş elədilər ki, şəhərə çıxmayım və yad adama qapı açmayım. Analığımın güzgüləri məni tapdılar və bir gün o qoca arvad paltarı geyib 7 dəfə keçib evimə gəlib çıxdı. O 2 dəfə gəlmişdi. Qabırğamı sındırmaqdan ötürü korset və zəhərli daraq gətirmişdi. Ancaq axırıncı dəfə o mənə bir zəmbil gözəl alma gətirmişdi. Bu dəfə o özü ölümümün şahidi oldu. Əmin olmaq üçün məni əlləri üstündə saxlayıb, zəhərlənmiş almadan necə öldürdüyünü axırıncı nəfəsimi belə gözləmişdi. Hərdən fikirləşirəm.
Niye ona qapını açdım? Meğer onun ne eləmək istədiyini bilmirdim. Əlbəttə bilirdim. Əlbəttə. Ancaq məni təhlükə gözləyir deyə bütün həyatım boyu bağlı qapı dalında oturmaq istəmirdim. Just because there was a chance that I might get hurt. Bütün bunların mənə nə dəxli var? Var. Sən soyuqsan. Buz kimi soyuq. Virginia, niyə belə soyuq olmusan? Sən hələ də meşədə hazırsan. Ancaq azan qızlar özlərinə mütləq yol tapırlar. Sən dahi hadisələrin astanasındasan. Yox, bu belə deyil. Mən heç kiməm, heç nə eləyə bilmirəm. Bir dəfə sən də mənim kimi olacaqsan. Azanların köməkçisi, məsləhətçisi olacaqsan. İndi isə qalx. Qalx görüm. Bu güzgü sənə nə eləyəcəyini göstərəcək. Biz kraliçanı elə öz silahı ilə öldürəcəyik. Ona zəhər verəcəyik. Mən öldürmək istədiyi zəhərli darağı tap. Mən təklikdə neyniyə bilərəm? Qoyma qorxu sənə üstün gəlsin. O barədə heç fikirləşmə. Məşəlim sönür. Qoy sönsün. Qaranlığa gir. Qaranlıqda yol tapıb çıxa bilmərəm. Bilərsən. Əgər məndən bir arzu istəsən, onu yerinə yetirəcəm. Ancaq ən vaciblisi olsun. Yaxşı. Mən istəyirəm ki, atamın bəxtsizliyinə son qoyulsun və kürəyi də sağalsın. Sən iki şey arzu elədin. Onları artıq yerinə yetirdim. Tez get. Atan böyük təhlükədədir. Bəs onu necə tapım? Onun yanına get tez. Tez ol. Virginia. Artıq dəli olurdum. Ümidimi itirmişdim. Düzgün eləmisən. İlahi, mən yavaş gedirəm. Ancaq həmişə məqsədimə çatıram. İtxanı, şahzadə və qız hardadır? Rədd ol buradan. Səndən bir daha soruşmayacağım. Öldürə bilərsən məni, fərqi yoxdur. Əzabla ölənə qədər mənə hər şeyi açıb danışmalısan. Qalx, gedək. Gedə bilmirəm, belim sınır. Artıq sınmayıb. Nə olub? Həqiqətən də ağrımır. Bu necə ola bilər? Çox qəribə bir şeyə rast gəldim. Çıxışı tapmısan? Ondan da yaxşısın. Yaxşı? Yəni burada çıxışdan yaxşı şey ola bilər? Hə, Nə? De görək. bax. Nə olsun? Qəribədir. O indicə buradaydı. Bax orada. Kim? Çıxışı tapmısan yoxsa yox? Hə. Niyə? Neynirsən? Qulaq as. Eşidirsən? Eşidirəm. Axır ki çıxdıq.
İnanılmazdır. Mənə elə gəlir ki, 4-cü krallığa qayıtmalıyıq. Bu səndə hardandır? Güzgü, güzgü. De görək, yer üzündə ən gözəl kimdir? Bu Kristina'dır. Yox, ola bilməz. Ver, bu odur. İlahi, bu ki anandır. Kimsə məni izləyir. Bu anamdır. Dayan. Kimsə məni güdür. Yox, ola bilməz. Ancaq bu anam idi. O buradadır. Bu necə baş verə bilərdi? Sən deyirdin ki, o Miami'də yaşayır. Bilmirdim o hara gedib. Ona görə də məcbur olub yalan demişdim. Bəs güzgünü niyə atdın? Əgər biz onu gördüksə, o da bizi görə bilərdi. Ona görə də Nə? Necə bilirsən, o neyniyərdi? bilmirəm. Bəs o bura necə gəlib? Onun başqa güzgüsü var.